Hoş gördük değerli izleyiciler. Ee, Bugünkü mövzumuz bütün cəmiyyətlər üçün daima aktual olan hüquq düşüncəsi və hüquq mədəniyyəti haqqındadır. Hüquq düşüncəsi və hüquq mədəniyyəti cəmiyyətin hüquqa münasibətinin göstəriciləri olmaqla hüquq sisteminin uğurlu fəaliyyəti üçün fundamental əhəmiyyət kəsb edir. Sadə dildə desək, hüquq düşüncəsi insanların qanunlar barədə fikirləri, onlara verdiyi dəyər və hüququn inkişafı ilə bağlı olan baxışlarıdır. Hüquq mədəniyyəti isə cəmiyyətdə hüquqa hörmətin, hüquqi biliklərin və qanunlara əməl etmə vərdişlərinin ümumi səviyyəsidir. Bu videoda hüquq düşüncəsinin mahiyyəti və formalaşmasına təsir edən amillər, hüquq mədəniyyətinin anlayışı və əhəmiyyəti, cəmiyyətdə hüquq mədəniyyətinin inkişafının səviyyəsi, hüquq düşüncəsi və mədəniyyətinin hüquq sisteminə təsiri, həmçinin ölkəmizdə və digər ölkələrdə hüquq mədəniyyətinin vəziyyəti və nəhayət hüquq mədəniyyətinin artırılması üçün atıla biləcək addımlar haqqında danışacağıq. Ümumiyyətlə, hüquq düşüncəsi nədir? Hüquq düşüncəsi insanların hüquq, yəni belə demək mümkündürsə, qanunlar və ədalət haqqında düşüncə tərzini, hüquqa verdikləri qiyməti, hüququn cəmiyyətdəki yeri barədə təsəvvür və hisslərini ifadə edən bir anlayışdır. Bir fərdin və ya bütövlükdə bütöv cəmiyyətin mövcud qanunlara, keçmiş hüquq sisteminə və gələcəkdə necə bir hüquq sistemi görmək istədiyinə münasibəti hüquq düşüncəsinin tərkib hissəsi hesab olunur. Başqa sözlə desək, hüquq düşüncəsi cəmiyyətdə qanunlara necə baxıldığı, insanların qanunları ədalətli, faydalı, zəruri hesab edib etmədikləri, hüququn aliliyinə inanıb inanmamaları barədə olan belə deyək, ümumi düşüncələridir. Hüquq düşüncəsi necə formalaşır? Hüquq düşüncəsi uzun illər ərzində formalaşan bir modeldir. Onun formalaşmasına bir sıra sosial, tarixi və psixoloji amillər təsir göstərir. Tarixi amillər dedikdə, burada hər bir cəmiyyətin hüquq düşüncəsi təbii olaraq onun tarixi təcrübəsindən qaynaqlanır. Məsələn, uzun illər avtoritar rejim altında yaşamış cəmiyyətlərdə insanlar qanunlara qarşı inamsızlıq və ya qorxu hissi daşıya bilər. Məsələn, Azərbaycanda da Sovet İttifaqı dövründən qalan müəyyən stereotiplər vardır. Məsələn, insanlarda qanundan ancaq qorxmaq lazım olduğu kimi düşüncələr formalaşıbdır. Bu hüquqa qarşı nihilist, yəni inkar edici münasibət yarada bilir. Məsələn, bir çoxları qanunlara şuurlu şəkildə hörmət etməkdəndirsə, sadəcə cəza qorxusuna görə qanunlara riayət edirlər. Halbuki insanları qorxu deyil, düşüncə idarə etməlidir. Yəni, qanunları ona görə əməl etməliyik ki, onların mahiyyətini anlayırıq, dərk edirik. Bu kimi tarixi amillər hüquq düşüncəsinin formalaşmasında ciddi rol oynayır. Digər tərəfdən mədəni və dini amillərin də əhəmiyyəti vardır. Xüsusilə cəmiyyətin ümumi mədəniyyəti, dəyərləri və dini inancları insanların hüquqa təsirini, daha doğrusu hüquqa baxışını təsirləndirir. Əsrlər boyu dini qaydalarla və yerli adətlərlə yaşamış cəmiyyətlərdə müasir qanunlar əvvəlcə yad görünə bilər. Məsələn, Azərbaycanda yaşlı nəsil bəzən belə deyək, qanuna zidd olsa belə milli dini dəyərlərə əsasən davranmağa üstünlük verir. Belə hallarda hüquq düşüncəsinin formalaşması üçün zamana və maarifləndirməyə ehtiyac olur. Digər tərəfdən cəmiyyətin mənəvi dəyərləri ilə qanunlar arasında bir ahəngdarlıq əgər vardırsa, məsələn,
ədalət, dürüstlük kimi dəyərlər əgər hüquq sistemində öz əksini tapırsa, insanlar hüquqa daha müsbət yanaşırlar və hüquq düşüncəsi daha güclü olur. Digər tərəfdən təhsil və hüquqi maarifləndirmə də hüquq düşüncəsinə təsir edən amillərdəndir. Yəni insanların hüquq barədə biliyi və məlumatlılığı hüquq düşüncəsinə birbaşa təsir edir. Əgər fərd öz hüquq və vəzifələrini bilmirsə, qanunların mahiyyətini anlamırsa, onda onun hüquqa dair düşüncəsi də zəif və yanlış olacaqdır. Hüquqi biliklərin artırılması cəmiyyətdə qanunlara əməl etmə səviyyəsini yüksəldir və hüquq pozuntularını azaldır. Mütəxəssislər vurğulayırlar ki, vətəndaşların ən azı elementar hüquqi biliklərə sahib olması çox vacibdir. Bu biliklər onların hüquq mədəniyyətinin formalaşmasının təməlini qoyur. Hüquq düşüncəsi uşaqlıqdan başlayaraq ailədə və məktəblərdə verilən tərbiyə ilə formalaşır. Məsələn, valideynlər övladlarına qaydalara əməl etməyi, başqalarının hüquqlarına hörmət etməyi əgər öyrədirlərsə, bu gələcəkdə sağlam hüquq düşüncəsinə çevriləcək. O cümlədən iqtisadi və sosial şərait də hüquq düşüncəsinə təsir edən amillərdir. Yəni insanların gündəlik həyatdakı sosial-iqtisadi problemləri də müəyyən mənada hüquqa baxışı formalaşdırır. Əgər cəmiyyətdə işsizlik, yoxsulluq, sosial ədalətsizlik kimi problemlər geniş yayılıbdırsa, bəzən insanlar qanunları pozmağa meyilli ola bilirlər. Məsələn, maddi çətinlik ucbatından qanunsuz ticarətə və yaxud da ki, rüşvətə əl ata bilirlər. İnsanlar hüquqa zidd əməlləri bəzən iqtisadi amillərlə bağlı, bəzən isə sadəcə qanuna zidd olduğunu dərk etmədən törədirlər. Yəni, hüquq düşüncəsi zəif olan şəxs qanunun tələblərini və pozuntunun nəticələrini anlamaya bilər. Sosial ədalətin yüksək olduğu, qanun qarşısında bərabərliyin təmin olunduğu cəmiyyətlərdə isə insanların hüquqa inamı artır və onlar qanunu pozmaqdansa qanuni yollar axtarmağa üstünlük verirlər. Digər tərəfdən hüquq sisteminin mövcud durumu da təbii olaraq hüquq düşüncəsinə təsir edən amillərdəndir. Çünki əhali əgər görürsə ki, qanunlar ədalətli tətbiq olunur və yaxud da ki, məhkəmələr müstəqildir, polis və digər orqanlar qanunu pozanları cəzasız qoymur. Bu zaman hüquqa inam da artır. Əksinə, əgər hüquq sistemində korrupsiya, ədalətsizlik halları geniş yayılıbdırsa, insanlar qanuna hörmət etməkdənsə tərəddüd edəcəkdirlər. Yəni, qanun işləmir kimi düşüncələr yaranacaqdır. Bu da hüquq düşüncəsini mənfi belə deyək də, mənfi istiqamətə yönəldir. Məsələn, hüquqi nihilizm deyilən hal, yəni hüquq normalarına inamsızlıq, qanunları əhəmiyyətsiz saymaq, məhz hüquq sisteminə etimadın sarsıldığı mühitlərdə yaranır. Ölkəmizdə aparılan tədqiqatlarda da vurğulanır ki, hüquqi nihilizm hüquq düşüncəsinin deformasiyaya uğramış formasıdır və demokratik institutların normal fəaliyyətinə mane olur. Buna qarşı mübarizə aparmaq üçün hüquq institutlarının şəffaflığı təmin olunmalıdır. İnsanların dövlətə və məhkəmələrə etibarı artırılmalıdır. Qeyd olunan amillərin təsiri ilə formalaşan hüquq düşüncəsi cəmiyyətdən cəmiyyətə fərqli ola bilər. Möhkəm hüquq düşüncəsinə malik olan cəmiyyətlərdə insanlar qanunları daxilən qəbul edirlər. Yəni, hüququ sosial qayda kimi mənimsəyirlər. Əksinə, hüquq düşüncəsinin zəif olduğu yerlərdə qanunlara riayət ya aşağı olur, ya da yalnız cəza qorxusu ilə təmin olunur. Hər xalqın hüquqa münasibətindən doğan davranışlar sistemi vardır və bu hüquq düşüncəsi adlanır. Təəssüf ki, bizdə uzun illər Sovet tərbiyəsi yəni keçmiş bir toplumda hüquq mədəniyyəti sahəsində köhnə stereotiplər hələ də qalmaqdadır. Yəni bu stereotiplərdən
qurtulmaq və yeni nəsildə sağlam hüquq düşüncəsi formalaşdırmaq üçün maarifləndirmə işi, maarifləndirmə kampaniyaları çox vacibdir. Hüquqşünaslar, ziyalılar, qeyri-hökumət təşkilatları bu istiqamətdə faal olmalıdırlar. Yəni insanlara qanunların mahiyyətini davamlı olaraq izah etməlidir. Qısacası hüquq düşüncəsi cəmiyyətin hüquqa dair şuurudur desək yanılmarıq. Hüquq düşüncəsi yüksək olanda qanunlara hörmət mədəniyyəti də formalaşır. Aşağı olanda isə hüquq pozuntularına meyil artır. Odur ki, hüquq düşüncəsini formalaşdıran amillərə diqqət yetirib, müsbət hüquq düşüncəsinin yayılması üçün çalışmaq lazımdır. Hüquq mədəniyyəti nədir? Hüquq mədəniyyəti cəmiyyətin hüquq düşüncəsinin ümumi səviyyəsidir. Yəni, insanların hüquq normalarına münasibətinin, hüquqi biliyinin və vərdişlərinin, o cümlədən hüquqa hörmət və riayət dərəcəsinin göstəricisidir. Elmi dildə desə, hüquq mədəniyyəti ölkənin bütün hüquq sistemini xarakterizə edən bir anlayışdır. O, cəmiyyətin hüquqi həyatının keyfiyyətini qiymətləndirməyə imkan verir. Yəni, bir ölkədə insan hüquq və azadlıqlarının nə dərəcədə təmin olunduğunu, hüquqi nailiyyət və ideyaların reallaşma səviyyəsini ifadə edir. Başqa sözlə, hüquq mədəniyyəti yüksəkdirsə, demək, cəmiyyətdə qanunun aliliyi təmin olunur, vətəndaşlar qanunlara əməl edir və hüquq sistemi effektiv işləyir. Hüquq mədəniyyəti aşağıdırsa, demək, qanun pozuntuları geniş yayılmışdır. Qanuna hörmət aşağı səviyyədədir. Hüquq mədəniyyətinin komponentlərinə gəldiyimiz təqdirdə, hüquq mədəniyyəti bir neçə ünsürdən ibarətdir. Onun ən vacib ünsürü təbii olaraq hüquq düşüncəsidir. Yəni, cəmiyyətdəki hüquqi şuurun səviyyəsi. Əhalinin hüquq düşüncəsi nə qədər yüksəkdirsə, hüquq mədəniyyətinin də təməli bir o qədər sağlam olur. Digər ünsürlərə də, məsələn, hüquqi bilik səviyyəsi, vətəndaşların qanunları bilmə dərəcəsi, hüquqi davranış, yəni insanların real həyatda qanunlara uyğun davranması və hüquqi ənənələr, yəni tarixən formalaşmış hüquqi adətlər, ənənələr, institutlar da bu ünsürlərə daxildir. Məsələn, əgər bir ölkədə məktəbdən başlayaraq hüquq barədə təhsil güclüdürsə, insanlar hüquqlarını və vəzifələrini yaxşı bilirlərsə, bu hüquq mədəniyyətinin yüksək olmasına gətirir. Vətəndaşlar qanun pozan davranışları qınayırlar, özləri də buna yol vermirlərsə, deməli, yəni hüquqi davranış mədəniyyəti artıq formalaşmışdır həmin cəmiyyətdə. Hüquq mədəniyyətinin əhəmiyyəti nədən ibarətdir? Hüquq mədəniyyəti hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Yüksək hüquq mədəniyyəti olan cəmiyyət demokratik inkişaf üçün sağlam zəmindir. Çünki hüquq mədəniyyəti qanunları yalnız kağız üzərində bilmək deyil, onlara həyatda hörmətlə yanaşmaq və tətbiq etmək bacarığı deməkdir. Mədəniyyətli hüquqi mühitdə hər bir şəxs qanunların tələblərinə könüllü şəkildə əməl edir. Qanunun aliliyinə inanır. Bu isə nəticə etibarilə cəmiyyətdə nizam-intizam yaradır, ədalət mühitini möhkəmləndirir. Hüquq mədəniyyəti yüksək olan ölkələrdə demokratiya prinsipləri real həyatın bir parçasına çevrilir. Məsələn, insanlar azad şəkildə öz hüquqlarını tələb edirlər, eyni zamanda başqalarının hüquqlarına hörmət göstərirlər. Qeyd olunur ki, vətəndaşların yüksək mədəniyyətə, şuurluğa malik olması və dövlət orqanlarına ciddi, daha doğrusu dövlətin qanunlarına ciddi riayət etməsi demokratiyanın fəaliyyətinin əsas şərtlərindəndir. Yəni, qanunçuluqla demokratiya bir-birini tamamlayan anlayışlardır. Hüquq mədəniyyəti olmadan həqiqi demokratiya da mümkün deyildir. Hüquq mədəniyyətinin əhəmiyyətini biz bir neçə konkret aspektdə vurğulaya bilərik. Bunlardan birincisi qanunun aliliyinin təminatıdır.
Qanunun aliliyi, rule of law, yəni o deməkdir ki, həm vətəndaşlar, həm də dövləti təmsil edənlər hamısı qanun qarşısında bərabərdir və qanunlar tam tətbiq edilir. Hüquq mədəniyyəti bu prinsipin həyata keçirilməsinə xidmət edir. İnsanlarda qanuna hörmət mədəniyyəti əgər formalaşırsa, onlar qanunu pozmağı deyil, qanuni yollarla məqsədlərini çatmağa üstünlük verirlər. Hüquq mədəniyyətinin yüksəldilməsi hüquqi dövlətdə qanunçuluğun möhkəmlənməsində əsas yer tutur. Yəni hüquq mədəniyyəti yüksək olanda ölkədə qanunun aliliyi real olaraq işləyir. Digər tərəfdən hüquq və azadlıqların müdafiəsi, bu hüquq mədəniyyəti cəmiyyətdə elə bir mühit yaradır ki, orada hər kəs həm öz hüquqlarına və həm də başqalarının hüquqlarına hörməti ilə yanaşır. Bu insan hüquq və azadlıqların təmin olunmasına böyük, belə deyək də, töhfə verir. Məsələn, hüquq mədəniyyəti yüksək cəmiyyətdə kimsə digərinin hüququnu pozursa, həm zərər çəkən, həm də ətrafdakı şahidlər bunu boş buraxmırlar. Hüquqi müstəviyə, məsələn, məhkəməyə daşıyırlar. Hüquq mədəniyyəti insanları mənim hüququm var deyə aktiv olmağa sövq etdiyi kimi, həm də mənim vəzifələrim də var deyə məsuliyyətli olmağa da sövq edir. Hər bir vətəndaşın davranışı onun hüquq mədəniyyətinin göstəricisidir. Məsələn, əgər bir işçi öz vəzifələrini vicdanla yerinə yetirirsə və həmkarlarının hüquqlarına hörmət edirsə, bu onun yüksək hüquq mədəniyyətindən xəbər verir. Ümumiyyətlə, hüquq mədəniyyəti yüksək olduqca cəmiyyətdə ədalət hissi də güclənir. Bu da həm hüquqların müdafiəsini yaxşılaşdırır, həm də qanun pozuntularının azalmasına səbəb olur. Digər tərəfdən ictimai nizam və cinayətkarlıq baxımından, yəni hüquq mədəniyyəti, belə deyək, cinayətkarlığın və pozuntuların səviyyəsinə də birbaşa təsir edir. Yəni yüksək hüquq mədəniyyəti olanda insanlar qanunları pozmağı ağıllarına belə gətirmirlər. Çünki bu həm əxlaqi baxımından yanlış hesab olunur, həm də cəzanın qaçılmaz olduğunu bildirir. Cəmiyyət üzvlərinin yüksək hüquq mədəniyyətinə malik olması cinayətkarlığın aşağı olmasının əsas amillərindən biridir. Yəni, belə şəxslər həm qanunlara və digər şəxsin hüquqlarına hörmətlə yanaşırlar və öz hüquqlarının pozulmasına yol belə deyək də, verirlər, nə də başqalarının hüquqlarını pozurlar. Əksinə, hüquq mədəniyyəti zəifdirsə, hüquq pozuntuları adi hala çevrilə bilər. İnsanlar qanunları bilmədikdə və ya ciddiyə almadıqda müxtəlif qanunsuz əməllərə meyillik artır. Hüquq mədəniyyətinin zəif olması ilə hüquq pozuntularının çoxalması arasında səbəbli əlaqə vardır. Yəni, hüquqdan xəbərsizlik, hüquqi savadlılıq artdıqca da artır. Belə deyək də, yəni bu baxımdan hüquq mədəniyyəti cəmiyyətin təhlükəsizliyi üçün də vacibdir. Yəni, hüquq mədəniyyəti cəmiyyətin hüquq üzrə belə deyək, sağlamlıq göstəricisidir. Yəni, bu mədəniyyət olmadan nə hüquqi dövlət qurmaq mümkündür, nə də insanların belə deyək, yəni rifah və təhlükəsizliyini tam təmin etmək mümkün deyil. Ona görə də hüquq mədəniyyətinin anlayışını düzgün qavrayıb onun yüksəldilməsinə davamlı olaraq çalışmaq hər bir cəmiyyət üçün belə də strateji əhəmiyyət daşıyır. Hər bir cəmiyyətin hüquq mədəniyyəti müxtəlif səviyyələrdə ola bilər. Yəni bu qeyd elədiyimiz kimi insanların hüquqi bilik səviyyəsindən, hüquq düşüncəsinin yetkinliyindən və qanunlara real həyatda riayət dərəcəsindən asılıdır. Hüquq mədəniyyətinin inkişaf səviyyəsini anlamaq üçün bəzi əlamətlərə baxmaq olar. Deyək ki, məsələn, yüksək hüquq mədəniyyəti olan cəmiyyətlərdə vətəndaşlar qanunları yaxşı bilir və
gündəlik davranışlarında bu qanunlara əməl etməyi normal hal kimi qəbul edirlər. Məsələn, belə cəmiyyətlərdə hər kəs bilir ki, yol hərəkəti qaydalarına riayət etmək həm bir qanuni öhdəlikdir, həm də başqalarının hüquqlarına hörmətdir. Nəticədə hamı işıqforda qırmızı işıqda dayanır, yaxud da ki, kəmərini taxır. İnsanlar bilirlər ki, qanunu bilməmək məsuliyyətdən azad etmir və ya ona görə də qanunu bilməyə çalışırlar. Hüquq pozanlar cəmiyyətin belə deyək, qınağına tuş gəlirlər. Əksəriyyət qanuna zidd hərəkətlərdən uzaq dururlar. Dövlət məmurları da belə bir cəmiyyətdə qanuna ciddi riayət edirlər. Korrupsiyaya yol vermirlər və hüquq mühafizə orqanlarına ciddi belə deyək də ictimai inam yüksək olur. Nəticədə qanun hüquq pozuntularının, cinayətlərin sayı belə deyək, minimuma enir. Belə mühitdə hər kəs öz hüquqlarını tələb etməyə cürətlidir. Çünki bilir ki, hüquq sistemi işləyir və onun arxasındadır. Digər tərəfdən aşağı hüquq mədəniyyəti olan cəmiyyətlərdə də vətəndaşların əksəriyyəti hüquqi bilikdən məhrumdur və qanunlara hörmət aşağı səviyyədədir. Qanunlar kağız üzərində qalır və gündəlik həyatda İnsanlar onları tez-tez pozurlar. Məsələn, belə cəmiyyətlərdə küçədə zibil atmaq, rüşvət vermək, yol qaydalarını pozmaq normal qarşılana bilər. Çünki ictimai qınaq zəifdir və ya yoxdur ümumiyyətlə. İnsanlar qanunları yalnız polis onların yanında olanda xatırlayır. Nəzarət olmayanda isə biganə yanaşırlar qanunlara. Belə bir mühitdə hüquqi nihilizm, yəni hüququn dəyərlərinə inamsızlıq halları geniş yayılır. Vətəndaşlar hüquqları pozulanda hüquqi yollara müraciət etməyə meyilli olmurlar. Çünki ya hüquqlarını bilmirlər, ya da onsuz da ədalətə nail olacağına inanmadıqları üçün etinasız davranırlar. Belə cəmiyyətlərdə hüquq pozuntularının sayı çox olur, cinayətkarlıq ümumiyyətlə yüksək olur. Yəni nizam-intizam daha çox zor tətbiqi ilə qorunmağa çalışır. Məsələn, insanlar vicdanən yox, sırf polisdən qorxduğu üçün qanuna əməl edirlər. Ümumiyyətlə, hüquq mədəniyyətinin səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə olunur. Qlobal miqyasda qanunun aliliyi indeksi, Rule of Law indeksi kimi tədqiqatlar ölkələrdə hüququn vəziyyətini yəni müqayisə edir. Məsələn, Dünya Ədalət Layihəsinin World Justice Project 2024-cü il hesabatına görə Danimarka dünyada birinci yerdədir. Yəni qanun aliliyi və hüquq mədəniyyəti ən güclü olan ölkələrdəndir. Onu Norveç, Finlandiya, İsveç və Almaniya kimi ölkələr belə deyək, izləyirlər. Yəni Danimarkanın arxasınca bu ölkələr gəlirlər. Bu ölkələrdə insanlar qanunların işləməsinə yüksək inam bəsləyirlər və qanun pozuntuları nadir hallarda olur. Əks tərəfdən həmin belə də indeksdə son sıralarda Venezueladır, məsələn Kamboçyadır, Afqanistan kimi ölkələr qərarlaşıblar ki, yəni bu ölkələrdə də hüquq sisteminin zəifliyi və ümumiyyətlə hüquq mədəniyyətinin ciddi problemlərlə üzləşdiyi göstərilir. Bununla belə qeyd etmək lazımdır ki, müəyyən ölkə daxilində hüquq mədəniyyəti vahid deyil. Regiondan regiona, yaxud da ki, şəhərdən kəndə, o cümlədən müxtəlif sosial qruplar arasında da fərqlənə bilər. Deyək ki, məsələn, ölkəmizdə son illər hüquqi maarifləndirmə sahəsində addımlar atıldıqca, xüsusilə də gənc nəslin hüquqi bilgisi artdıqca müəyyən irəliləyişlər mövcuddur. Yəni mütəxəssislər qeyd edirlər ki, gənc nəslin öz hüquqlarını bilməsi və tələb etməkdə belə deyək, maraqlı olması yaşlı nəsil ilə müqayisədə daha yüksəkdir.
Gənclər internet və digər mənbələr vasitəsilə qanunlardan daha tez agah ola bilirlər. Bu da onların hüquq mədəniyyətini yüksəldir. Yaşlı nəsil isə bəzən köhnə vərdişlərə, məsələn, Sovetdən qalma düşüncələrə sahib ola bilirlər. Ümumiyyətlə, cəmiyyətin hüquq mədəniyyətinin inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, həmin cəmiyyətdə belə deyək, təhlükəsizlik də bir o qədər güclüdür. Vətəndaşlar özlərini qanunlardan, belə deyək, qanunların qoruması altında hiss edirlər. Eyni zamanda qanunu pozmayacaqlarına da belə deyək, müəyyən bir inanc formalaşır. Bu isə həm sabitlik, həm rifah, həm də beynəlxalq nüfuz baxımından yəni ölkəyə müsbət təbii olaraq təsir göstərir. Hüquq düşüncəsi və hüquq mədəniyyəti yalnız cəmiyyət daxilində sosial davranışlarla deyil, bilavasitə hüquq sisteminin özünə də təsir edir. Hüquq sistemi dedikdə qanunların yaradılması, yəni hüquq yaratmaq, o cümlədən onların tətbiq olunması və ümumiyyətlə hüququn işləməsi prosesi nəzərdə tutulur. Bu prosesin uğurlu olub olmaması çox vaxt cəmiyyətdəki hüquq düşüncəsi və hüquq mədəniyyəti ilə bağlıdır. Hüquq yaratma prosesi hüquq düşüncəsinə qeyd elədiyimiz kimi təsir edir. Yəni qanunları belə deyək, qanunları insanlar yaradırlar. Yəni konkret desək, hüquq normalarını hazırlayanlar da cəmiyyətin üzvləridir. Parlament üzvləridir, ekspertlərdir, hüquqşünaslardır və s. Və onların hüquqi dünya görüşü, peşəkarlığı və hüquq düşüncəsi təbii olaraq hazırlanan qanunların keyfiyyətinə də birbaşa təsir edir. Məsələn, hüquq düşüncəsi yüksək olan qanunvericilər eyni belə deyək, yəni elmi yanaşma ilə ədalət prinsiplərinə belə deyək, riayət etməklə cəmiyyətin ehtiyaclarını nəzərə almaqla qanunlar hazırlayırlar. Əksinə hüquqi şuuru yetərsiz olan şəxslər isə qeyri-dəqiq, ziddiyyətli və ya cəmiyyətin real tələblərinə cavab verməyən qanunlar qəbul edirlər. Elə buna görə də mütəxəssislər qeyd edirlər ki, qanunların keyfiyyəti və onların ictimai inkişafın tələblərinə uyğunluğu onu yaradan şəxslərin düşüncəsinin səviyyəsi ilə ayrılmaz sürətdə bağlıdır. Çünki belə deyək, məsələn, konkret bir nümunə üzərindən götürsək, əgər qanun yaradıcısı, yəni yaradıcı belə deyək də korrupsiyanın pis bir şey olduğunu özü dərk etmirsə, yəni hüquq düşüncəsi yetərincə formalaşmayıbsa, o korrupsiyanı önləyən sərt qanunlar hazırlamaq əvəzinə boşluqlar buraxacaqdır qanunlarda. Yəni elə qanunlar qəbul edəcəkdir ki, bu istiqamətdə boşluqlar mövcud olacaqdır. Bu da nəticədə hüquq sistemində problemlərə yol açacaqdır. Digər tərəfdən cəmiyyətdə hüquq düşüncəsi nə qədər yetkindirsə, qanunvericilik fəaliyyəti də bir o qədər ictimai nəzarət altında olur. Yəni vətəndaşlar qanun layihələrini müzakirə edirlər, təkliflər verirlər, etirazlar verirlər, yaxud da ki, dəstək vasitəsilə onların formalaşmasına müəyyən bir təsir göstərirlər. Hüquqi şuuru yüksək olan cəmiyyətlərdə ictimai rəy qanun yaratma prosesinin faal iştirakçısına çevrilir. Məsələn, bəzi inkişaf etmiş ölkələrdə, deyək ki, ABŞ-da, Avropa ölkələrinin bir qismində qanun layihələri ictimai dinləməyə çıxarılır. Vətəndaş cəmiyyəti institutları tərəfindən rəy verilir və bu da hüquq mədəniyyətinin təbii olaraq göstəricisidir. Ölkəmizdə də son illərdə məsələn bəzi vacib qanunlar qəbul olunarkən ictimai müzakirələr aparılır. Bu istiqamətdə hüquq mədəniyyəti artdıqca şəffaf və hesabatlı qanun yaratma mühiti də təbii olaraq güclənəcəkdir. Hüquq tətbiqi və icra prosesinə hüquq düşüncəsinin təsiri ondan ibarətdir ki, qəbul olunmuş qanunların həyatda özünü doğrultması, yəni düzgün tətbiqi üçün hüquq düşüncəsi və hüquq mədəniyyəti həlledici rol oynayır. İlk növbədə qanunları tətbiq edənlərin
deyək ki, hakimlərdir, polis əməkdaşlarıdır, icra məmurlarıdır. Bunların peşəkar hüquq düşüncəsi yüksək olmalıdır. Ədalətli və dürüst hüquq mədəniyyətinə malik olan hakim qanunu tətbiq edərkən kənar təsirlərə boyun əyməyəcəkdir. Yalnız qanun və vicdanı əsasında qərar verəcəkdir. Hüquq mədəniyyəti zəif olan hakim isə mümkün belə deyək, korrupsiya, tanışlıq kimi qeyri-rəsmi amillərə yol aça bilər. Yəni bu da hüquq sistemini bütövlükdə zəiflədir. Yaxud polis əməkdaşı yüksək hüquq mədəniyyətinə malikdirsə, o vətəndaşla ünsiyyətdə qanunu və etik normaları gözləyəcəkdir. Vətəndaşın hüququnu pozmayacaqdır. Hüquq mədəniyyəti aşağıdırsa, polis səlahiyyətini aşacaqdır, kobud davranışlar həyata keçirəcəkdir. Məsələn, əsassız yerə kimisə saxlayıb incidəcəkdir və s. Və nəticədə də vətəndaşın hüquq sisteminə inamı azalacaqdır. Ən vacib olanı odur ki, vətəndaşların hüquq düşüncəsi və hüquq mədəniyyəti qanunların necə işləməsinə birbaşa təsir edir. Hüquq düşüncəsi yüksək olan vətəndaş qanunun tələblərinə könüllü əməl edir. Hətta onu pozmaq imkanları olsa belə bunu etmir. Çünki daxili inancı buna yol vermir. Hüquq düşüncəsi yüksək olan cəmiyyətlərdə qanunların göstərdikləri qaydalar dəqiq icra olunur. Məsələn, bir iş adamı ancaq cəza qorxusu ilə deyil, verginin vacib olduğunu başa düşdüyü üçün vergini vaxtında ödəyirsə, bu təbii olaraq hüquq mədəniyyətinin məhsuludur. Vətəndaşlar qanunları nə qədər içdən, daxilən qəbul edirlərsə, hüquq sistemi də bir o qədər keyfiyyətli işləyir. Məsələn, ictimai nəqliyyatda, məsələn, avtobusda sürücünün yüksək hüquq mədəniyyəti olmalıdır ki, sərnişinlərin hüquqlarını pozmasın. Belə deyək, təəssüf ki, bəzən sürücülər avtobusda yüksək səslə musiqi qoyurlar, siqaret çəkirlər, məsələn, kobud davranırlar. Yəni, sərnişinlərin rahatlıq və sağlamlıq hüquqlarını pozurlar. Etiraz edən sərnişinə isə, belə deyək, bəyənmirsənsə, düş taksi ilə get deyə cavab verirlər. Bu, hüquq mədəniyyətinin zəifliyindən irəli gəlir. Halbuki, xidmət sektorunda müəyyən standartlar qanunla tənzimlənir və sürücü anlamalıdır ki, o vəzifəsini icra edərkən qanuna tabi olmalıdır. Bu misal göstərir ki, vətəndaşların da, belə deyək, həm vətəndaşların, həm də xidmət göstərənlərin hüquqi şuuru formalaşmalıdır ki, hüquq normaları tam reallaşa bilsin. Digər tərəfdən, hüquq sistemi ilə cəmiyyət arasındakı əlaqənin sağlamlığı da hüquq düşüncəsinə və hüquq mədəniyyətinə təsir edir. Yəni, hüquq mədəniyyəti həm də hüquq sistemi ilə vətəndaşlar arasında bir körpüdür. Yüksək hüquq mədəniyyətində olan vətəndaşlar, belə deyək də, hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə meyilli olurlar. Məsələn, şahid qismində ifadə verməkdən çəkinmirlər, polisə güvənirlər. Onlar anlayırlar ki, qanunun tətbiqi ümumi mənafelərə xidmət edir. Eyni zamanda hüquq sisteminin əməkdaşları, məsələn, hakimlər, polis, prokurorlar da cəmiyyətə açıq olurlar. Qanunları izah edirlər, hesabat verirlər və nəticədə inam yaranır. Əgər hüquq mədəniyyəti aşağıdırsa, belə bir əlaqə olmur. Yəni, bu əlaqə qırılır. Vətəndaş hüquq sisteminə, belə demək mümkündürsə, düşmən kimi baxır. Hüquq sistemi də vətəndaşa etinasız yanaşır. Və bu uçurumu aradan qaldırmaq üçün hüquqi maarifləndirmə, şəffaflıq və dialoq mütləqdir, vacibdir. Bütövlükdə hüquq düşüncəsi və hüquq mədəniyyəti hüquq sisteminin həm input, həm də output tərəfinə təsir edir. Yəni, input olaraq biz qanunların hazırlanmasında və qəbulunda, output olaraq isə qanunların tətbiqi və icrasını nəzərdə tuturuq. Bir cümlə ilə desək, belə deyək, cəmiyyətdə hüquq düşüncəsi və hüquq mədəniyyəti yüksək səviyyədədirsə, bu hüquq sisteminin səmərəliliyini artırır. Hüquqi dövlətin
fundamentini gücləndirir. Əksinə, əgər cəmiyyət hüquqa laqeyd yanaşırsa, hüquq sistemi sadəcə kağız üzərində qalacaqdır və işləməyəcəkdir. Məhz bu səbəbdən hüquq sisteminin islahatlarında təkcə qanunları dəyişmək yetərli deyil. Eyni zamanda cəmiyyətin hüquq düşüncəsini və mədəniyyətini də inkişaf etdirmək lazımdır. Belədir. Ölkəmizdə hüquq mədəniyyəti, ümumiyyətlə Azərbaycan cəmiyyətinin hüquq mədəniyyəti baxımından belə deyək, yəni keçid mərhələsini yəni yaşayan bir cəmiyyət. Tariximizdə müxtəlif bizim yəni ölkəmizdə müxtəlif hüquq sistemlərinin təsiri olubdur. Yəni həm şəriət və adət-ənənələr, həm Çar Rusiyasının qanunları, daha sonra Sovet qanunvericiliyi və nəhayət müstəqillik dövrünün milli hüquq sistemi. Bunların hər biri belə deyək də bizim hüquq düşüncəmizdə öz izlərini qoyubdur. Belə deyək, yəni müstəqillik qazandıqdan sonra Azərbaycan hüquqi dövlət quruculuğunu hədəf seçibdir və konstitusiyamızda qanunun aliliyi, insan hüquqlarının prioritetliyi kimi belə deyək də prinsipləri təsbit olunubdur. Lakin etiraf etməliyik ki, hüquq mədəniyyətini qısa zamanda yüksək səviyyədə qaldırmaq asan iş deyil. Yəni bu nəsillər boyu formalaşan bir mədəniyyət olduğuna görə, yəni vaxt və ardıcıl səylər tələb olunur. Ölkəmizdə hüquq mədəniyyətinin vəziyyətini dəyərləndirərkən həm pozitiv tərəflərini, həm də problemlərini qeyd etmək lazımdır. Pozitiv tərəf ondan ibarətdir ki, son illərdə əhalinin hüquqi maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Məsələn, Ombudsman təsisatı, qeyri-hökumət təşkilatları, medianın iştirakı ilə insanların öz belə deyək də hüquqları izah olunur, qanunlar barədə məlumatlandırıcı materiallar yayılır, orta məktəblərdə hüquq dərsləri tədris olunur, universitetlərdə hüquq klinikaları fəaliyyət göstərir, ümumiyyətlə gənclər arasında hüquqi biliklərin təbliği üçün müsabiqələr, olimpiyadalar keçirilir. Bütün bunlar hüquq mədəniyyətinin yavaş-yavaş yaxşılaşmasına xidmət edir. Artıq gənc nəsil arasında mənim hüququm var deyə tələbkarlıq edənlər də çoxdur. Məsələn, bir çox gənc sosial şəbəkələrdə haqqını axtarmağı, qanunsuzluq görəndə ictimailəşdirməyi bacarır. Bu hüquq düşüncəsində müsbət dəyişikliklərin göstəricisidir. Digər tərəfdən cəmiyyətimizdə hələ də hüquq mədəniyyətini aşağı salan hallar da mövcuddur. Xüsusilə bəzi sahələrdə qanun pozuntularına göz yumulması, yaxud da ki, cəzasızlıq ənənəsi cəmiyyətdə belə deyək, qanuna inamı sarsıdır. Məsələn, yol hərəkəti qaydalarını pozan hər hansısa bir tanınmış bir şəxslərin cəza almadan qalması haqqında xəbərlər eşidəndə adi vətəndaşda belə təəssürat yarana bilər ki, deməli qanun hamı üçün eyni işləmir. Bu cür hallar hüquqa inamı azaldır və insanların da özləri qanuna riayət etməsinə belə deyək də onların motivasiyasını zəiflədir. Korrupsiya ilə mübarizədə atılan addımlara baxmayaraq, əgər insanlar gündəlik həyatlarında rüşvət vermədən bəzi işlərini həll edə bilmirlərsə, bu da hüquq mədəniyyətinə zərbə vuran amillərdəndir. Çünki rüşvət faktiki olaraq qanundan kənar paralel bir mexanizm yaradır və vətəndaş düşünür ki, qanunu bilməkdəndirsə, adamı tanımaq lazımdır. Belə stereotiplər hələ də tam olaraq qırılmıyor. Hüquq mədəniyyəti sahəsində nəsillər arası fərqlər də Azərbaycanda özünü göstərir. Qeyd etdiyimiz kimi, gənclər daha çox hüquq yönümlü düşünməyə meyilliklər. Onlar internetdən istədiyi qanunu oxuyub öyrənə bilirlər, dünya görüşləri daha açıqdır. Yaşlı nəsil isə bəzən Sovet dövrünün dövlət nə deyirsə odur düşüncəsini davam etdirməyə meyillidir. Məsələn, bir qrup insan
hüquqları belə deyək də pozulanda səs çıxarmaq yerinə məsələn dözümlü olmaq, məsələn dövlətə asi olmamaq kimi məsləhətlər verə bilirlər. Bu hüquq düşüncəsinin hələ tam oturuşmamasının göstəricisidir. Yəni eyni zamanda belə deyək, bəzi bölgələrdə də deyək ki, yerli adət ənənələr, məsələn qeyri-rəsmi qohum belə deyək də ağsaqqallarının sözünün qanundan üstün tutulması kimi hallar, belə hallar məsələn hüquq mədəniyyətinin inkişafına əngəl ola bilir. Bu kimi tendensiyalar tədricən dəyişməkdədir əlbəttə ki, amma tam aradan qalxması üçün zaman və maarifləndirmə lazımdır. Digər ölkələrlə müqayisə üçün məsələn bir neçə nümunə göstərə bilərik. Məsələn qərb demokratiyalarında, məsələn Skandinaviya ölkələrində, Almaniyada, Kanadada və s. hüquq mədəniyyəti ümumiyyətlə çox yüksək səviyyədə hesab olunur. Yəni bu cəmiyyətlərdə yüzlərlə davam edən hüququn aliliyi, yəni yüz illərlə davam edən, yəni hüququn aliliyi ənənəsi formalaşıbdır. İnsanlar qanunlara tabe olmağı vətəndaşlıq borcu bilirlər. Məsələn, Danimarkada vergidən yayınmaq böyük bir utanç sayılır. Cəmiyyətdə vergi ödəməyən adama yaxşı baxmazlar. Yaxud Almaniyada adi qaydaların, məsələn, zibilin deyək ki, çeşidlənməsi, yaxud da ki, ictimai yerdə qaydalara riayətin pozulması belə ciddi qınaqla qarşılanır. Bu misallar göstərir ki, həmin ölkələrdə hüquq normaları cəmiyyətin mənəvi normaları ilə demək olar üst-üstə düşür. Nəticədə hüquq sistemi effektiv işləyir. Məhkəmələrə inam yüksəkdir. Polis-vətəndaş münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Buna qarşılıq olaraq belə də inkişaf etməkdə olan və ya keçid dövrünü yaşayan bəzi ölkələrdə hüquq mədəniyyəti hələ də arzu olunan səviyyədə deyil. Məsələn, post-sovet ölkələrinin bəzilərində vətəndaşlarda hüquq anlayışı Sovetdən qalma, deyək ki, qanun dövlət üçündür, yəni vətəndaş üçün yox, düşüncəsi ilə zədələnibdir. Yəni buna görə onlar qanunlara yarı qorxu, yarı laqeyd yanaşa bilirlər. Məsələn, belələri üçün qırmızı işıqda yolu keçmək, yaxud da ki, vergidən gizlənmək adi hal sayılır. Yəni tək ki, tutulmasınlar. Yaxud dövlət qurumlarına rüşvət vermək normal sayılır. Düşünürlər ki, həmişə belə olubdur. Bu, hüquq mədəniyyətinin aşağı olduğunu göstərir. Belə ölkələrdə son illərdə islahatlar aparılıb, qanunlar qərb standartlarına yaxınlaşdırılsa da, cəmiyyətin hüquq düşüncəsi eyni sürətlə dəyişmir. Nəticədə kağız üzərində qanunlar yaxşıdır, amma reallıqda onların tətbiqi zəifdir kimi bir belə deyək də bir mənzərə yaranır. Məsələn, bəzi qonşu ölkələrdə çox mütərəqqi korrupsiya əleyhinə qanunlar qəbul olunub, amma cəmiyyətdə hələ də hədiyyə adı altında rüşvət halları adi qarşılanır. Belə deyək, qanun tam gücü ilə işləmir. Qısacası, ölkələr üzrə hüquq mədəniyyəti fərqli mənzərələr ala bilir. Yəni bu tarixi, mədəni, siyasi amillərlə bağlı dəyişir. Ancaq ümumi qayda belədir ki, harada ki hüquq mədəniyyətinə sistemli diqqət ayrılıb, orada cəmiyyət daha nizamlı, daha ədalətli və daha təhlükəsiz olur. Əksinə harada ki hüquq mədəniyyəti unudulub, təkcə qanunlar yazılmaqla iş bitmiş hesab olunur. Yəni orada problemlər yenə də qalmaqda davam edir. Hüquq mədəniyyətini yüksəltmək uzun müddətli və çox şaxəli fəaliyyət tələb edir. Yəni bu prosesdə həm dövlət qurumları, həm təhsil sistemi, həm media, həm vətəndaş cəmiyyəti birlikdə çalışmalıdır. Hüquq mədəniyyətinin artırılması üçün atıla biləcək bəzi addımları sadalayaq. Məsələn, bunlardan birincisi hüquqi maarifləndirmənin gücləndirilməsidir. Əgər əhalinin hüquq savadlılığının belə deyək də, əhalinin hüquq savadlılığının artırılması bir nömrəli vəzifələrdəndir. Çünki hüquqi biliklərin geniş kütləyə çatdırılması üçün davamlı maarifçilik işləri aparılmalıdır. Bu həm
rəsmi kanalları ilə, məsələn, dövlət televiziyasında maarifləndirici verilişlər, sosial çarxlar, yaxud da ki, pulsuz konsultasiyalar, həm də qeyri-hökumət və media təşəbbüsləri ilə reallaşa bilər. Məsələn, vətəndaşlara gündəlik həyatda lazım olan hüquqi məlumatları sadə dildə izah edən proqramlar, kitabçalar, onlayn platformalar yaradıla bilər. Hüququn təbliği və qanunvericiliyin izahı cinayətkarlığın qarşısının alınmasında ən mühüm vasitələrdən biri kimi dəyərləndirilməlidir. Çünki bir çox hallarda insanlar sırf məlumatsızlıqdan hüquqları pozurlar və öz hüquqlarını qoruya bilmirlər. Hüquqi maarifləndirmə insanların həm hüquqlarını bilməsinə, həm də qanunların məqsədini dərk etməsinə yardım edir. Digər tərəfdən təhsil sistemində hüquq komponentinin gücləndirilməsi hüquq düşüncəsinin inkişafına təsir edə bilər. Yəni, uşaqlıqdan başlayan hüquqi tərbiyə yetişkinlikdəki hüquq düşüncəsinin əsasını qoyur. Buna görə də orta məktəblərdə hüququn əsasları fənninin belə deyək də tədris olunması, hətta daha interaktiv və praktik şəkildə tədris olunması əhəmiyyətlidir. Şagirdlər yalnız belə deyək, qanun maddələrini əzbərləməkdənsə real olaraq həyatdan, yəni nümunələr ilə belə deyək də qanunların mahiyyətini anlamalıdır. Məsələn, rollu oyunlar, məhkəmə simulyasiyaları, müzakirələr vasitəsilə uşaqlara ədalət və qanun anlayışı aşılanmalıdır. Universitetlərdə də hüquq, belə deyək də, təkcə hüquq fakültələrində oxuyanlara deyil, digər ixtisaslara da baza bilik kimi öyrədilə bilər. Məsələn, tibb tələbəsi xəstə hüquqları barədə bilməlidir, yaxud da ki, mühəndis ətraf mühiti tənzimləyən qanunlar haqqında məlumatlı olmalıdır. Bundan əlavə, ailədə tərbiyə də çox önəmlidir. Yəni, valideynlər uşaqlara erkən yaşdan dürüstlük, qaydalara riayət, başqalarının haqqına hörmət kimi dəyərləri aşılamalıdırlar. Bu dəyərlər sonradan hüquq mədəniyyətinə çevrilmiş olur. O cümlədən media və sosial şəbəkələrin də rolu belə deyək də əhəmiyyətlidir. Çünki müasir dövrdə informasiya əsasən media üzərindən yayılır. Televiziya, radio, qəzetlər və xüsusilə sosial media platformaları hüquqi məlumatlandırma üçün istifadə oluna bilər. Jurnalistlər hüquq mövzularını cəlbedici şəkildə təqdim etməlidirlər. Aktual hüquqi problemləri işıqlandırmalıdırlar. Məsələn, insanların tez-tez rastlaşdığı hüquqi məsələlərlə bağlı, deyək ki, məsələn, mülkiyyət hüququdur, ailə hüququdur, istehlakçı hüquqlarıdır və s. Yəni, bu kimi gündəlik problemləri ilə əlaqədar olan hüquqlar ilə bağlı maarifləndirici rubrikalar açıla bilər. Sosial şəbəkələrdə, məsələn, qısa infografikalar, videolar vasitəsilə gənclərə hüquqlarını izah etmək mümkündür. Əlavə olaraq, deyək ki, mediada qanunu pozanların cəzasız qalmadığına dair xəbərlərin verilməsi də önəmlidir. Bu, həm belə deyək, başqalarının dərs almasına səbəb olar, həm də ictimai ədalət hissini möhkəmləndirir. Medianın ifşa edici rolu ilə yanaşı, müsbət nümunələrin təbliği də vacibdir. Məsələn, rüşvət almayan dürüst məmur, yaxud da ki, vətəndaşa yardım edən polis əməkdaşı kimi belə də hekayələr insanlara göstərilə bilər. Qanuna əməl etmək həm də hörmət qazandırır. O cümlədən həm də qanunvericilik bazasının sadə və aydın olması hüquq düşüncəsi və hüquq mədəniyyətinə təsir edən amillərdəndir. Çünki bəzən hüquq mədəniyyətinin aşağı olmasının səbəblərindən biri də qanunların çox mürəkkəb, anlaşılmaz olmasıdır. Vətəndaş hansı hüququn olduğunu, qanunlarda ona nə imkanlar verildiyini anlamır. Yəni, belə hallarda. Ona görə də qanunvericilik daima təkmilləşdirilməlidir. Yəni, mümkün qədər sadə dildə yazılmalıdır. İzahı ilə birgə təqdim olunmalıdır. Dövlət orqanları yeni qəbul olunan qanunlar barədə ictimaiyyətə
aydın məlumatlar çatdırmalıdırlar. Məsələn, bu qanun sizin üçün nəyə dəyişir tipli bülletenlər hazırlana bilər. Hüquq sisteminin şəffaflığı da artırılmalıdır ki, vətəndaşlar öz işlərinin gedişatını izləyə bilsin. Məsələn, onlayn məhkəmə sistemləri, elektron hökumət portalları və s. Qanunlar anlaşılan və belə deyək də tətbiqi asan olduqda insanlar onlara riayət etməyə daha meyilli olur. Dövlət orqanlarının nümunəvi olması hüquq düşüncəsinə təsir edir. Hüquq mədəniyyətini artırmaq üçün dövlət qurumları və rəsmilər cəmiyyətə nümunə olmalıdırlar. Yuxarıda qanuna hörmət olmazsa, yəni aşağıda da olmaz prinsipi doğru bir prinsipdir. Əgər adi vətəndaş görür ki, yüksək vəzifəli şəxs qanunu pozur və cəzasız qalır, onun hüquq mədəniyyətinə inamı da təbii olaraq sarsılacaqdır. Ona görə korrupsiya ilə ciddi mübarizə, vəzifəli şəxslərin qanun qarşısında cavabdeh olması təmin olunmalıdır. Məsələn, son dövrlərdə Azərbaycanda bəzi icra başçılarının, yüksək rütbəli məmurların qanunsuz əməllərə görə həbs olunması xəbərləri ictimaiyyətə çatdırıldı. Bu kimi addımlar davamlı olarsa insanlarda qanun hər kəsə tətbiq olunur düşüncəsini gücləndirəcəkdir. Hüquq mühafizə orqanları da öz davranışlarında hüquq mədəniyyətini göstərməlidirlər. Yəni polis vətəndaş ilə nəzakətli davranmalıdır. Məhkəmə prosesləri ədalətli və açıq keçirilməlidir. Dövlətin vətəndaşa xidmət edən qurumları daha da çoxalmalıdır. Məsələn, asan xidmət kimi yəni nümunələr. Çünki belə qurumlar həm korrupsiyanı azaldırlar, həm də vətəndaşda məmnunluq hissi yaradırlar. Bu da dolayısıyla hüquq mədəniyyətini möhkəmləndirir. Vətəndaş cəmiyyətinin fəallaşması da əhəmiyyətlidir. Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, intellektual şəxslər hüquq mədəniyyətinin carçıları olmalıdır. Onlar cəmiyyətə hüquq barədə dolğun bilgi verməli, qanun pozuntularını aşkara çıxartmalı, eyni zamanda konstruktiv həll yolları təklif etməlidirlər. Məsələn, istehlakçı hüquqlarını qoruyan təşkilatlar insanların gündəlik üzləşdiyi problemləri qabartmaqla həm hüquqi maarifləndirmə aparır, həm də ki, iş adamlarına belə deyək də hüquq mədəniyyətini yüksəldir. Çünki etirazla üzləşən şirkət növbəti dəfə belə deyək də qanuna uyğun işləməyə çalışacaqdır. Vətəndaş cəmiyyəti həm də hökumətlə dialoqda belə deyək də hüquq islahatlarını təşviq edə bilər. Yəni yeni qanun layihələrinə rəy vermək, praktikada çətinlik yaradan hüquqi bariyerləri göstərə bilər. Həmçinin ziyalılar, alimlər media vasitəsilə hüquq mədəniyyəti haqqında ictimai düşüncəni formalaşdıra bilərlər. Məsələn, məqalələr, çıxışlar, dəyərli masalar vasitəsilə. Real nümunələrdən istifadə olunması və mükafatlandırma da əhəmiyyətlidir. Belə ki, bəzən yaxşı davranışları təşviq etmək üçün onları mükafatlandırmaq lazımdır. Məsələn, yol hərəkəti qaydalarına müntəzəm əməl edən sürücülərə sığorta şirkətləri endirim edirlər. Yəni, bir çox ölkələrdə bu tətbiq olunur. Bu insanlarda maraq yaradır ki, qaydalara əməl etsəm, nəticəsində fayda görəcəyim. Azərbaycanda da belə təşəbbüslər düşünülə bilər, yaxud ictimai qaydalara riayət edən, məsələn, dürüstlüyü ilə seçilən şəxslər mediada belə demək, yəni belə deyək, qəhrəman kimi təqdim oluna bilərlər. Bu motivasiya yaradacaqdır. Bir növ hüquq mədəniyyəti modasını yaratmaq lazımdır. Necə ki, cəmiyyətdə müəyyən davranışlar dəbə çevrilir. Qanuna uyğun davranmağı da müsbət imic kimi göstərmək olar. Məsələn, ilin ən hüquqsevər gənci kimi müsabiqələr keçirib, gəncləri bu yöndə yarışdırmaq olar. Və hüquqi yardımın əlçatan olması belə deyək də mühüm təsir tədbirlərindəndir. Çünki vətəndaş bəzən hüquqi problemini həll etmək üçün nə edəcəyini bilmir. Hüquq mədəniyyətini yüksəltmək üçün hüquq sisteminin qapıları vətəndaşa açıq olmalıdır. Xüsusi hüquqi yardım xidmətləri, məsələn, hüquq klinikaları, dövlətin hüquqi yardım mərkəzləri
genişləndirilməlidir ki, imkanı olmayan şəxslər də məsləhət ala bilsinlər. Yəni belə olduqda insanlar problemlə üzləşəndə hüquqi yoldan istifadə etməyə daha çox meyilli olacaqlar. Nəinki öz bildiyi qeyri-qanuni üsullardan, məsələn, mübahisəni deyək ki, dava ilə həll etməyə əl atmayacaqlar. Hüquq sistemi əl çatan olanda vətəndaş hüququnu tələb etdikcə həm özü öyrənir, həm də başqalarına nümunə olur. Yekunda vurğulamaq yerinə düşər ki, hüquq mədəniyyətinin yüksəldilməsi uzun bir yol olsa da, hər kiçik addımın burada çox böyük önəmi vardır. Yəni hər bir vətəndaş bu işdə öz üzərinə düşəni edə bilər. Məsələn, valideyn övladını doğru tərbiyə edə bilər. Məsələn, müəllim şagirdinə hüquq öyrədə bilər. Jurnalist cəmiyyətdə düzgün mesajlar verə bilər. Polis ədalətli davranmaqla, yaxud da ki, məmur şəffaf işləməklə, hakim vicdanlı qərar verməklə, yəni hər kəs, yəni bu vasitə ilə hər kəs hüquq mədəniyyətinə müəyyən mənada töhfə verə bilər. Məşhur Roma filosofu Siceronun sözlərini xatırlamaq yerinə düşür. Qeyd edir ki, insan azad olmaq üçün qanuna tabe olmalıdır. Yəni, həqiqi azadlıq və rifah, belə deyək, qanunların işlədiyi, hüquq mədəniyyətinin yüksək olduğu cəmiyyətdə mümkündür. Bu məqsədə çatmaq naminə atılan hər bir addım fərqi yoxdur. İstər maarifləndirmə, istər islahat, istər fərdi davranışlar bu cəmiyyətin gələcəyini daha parlaq edəcəkdir. Bu videoda hüquq düşüncəsi və hüquq mədəniyyəti məsələləri haqqında danışdıq. Göründüyü kimi hüquq düşüncəsi insanların qanuna baxışıdırsa, hüquq mədəniyyəti həmin baxışın və biliklərin davranışda özünü göstərməsidir. Hüquq düşüncəsinin formalaşmasında tarixi, mədəni, belə deyək, təhsil, yaxud da ki, sosial amillər mühüm rol oynayırlar. Hüquq mədəniyyəti cəmiyyətin ümumi inkişaf səviyyəsi ilə bağlıdır. Hüquqi dövlət quruculuğunun vazkeçilməz parçasıdır. Azərbaycan cəmiyyəti də daxil olmaqla hər bir toplum üçün hüquq mədəniyyətinin yüksək olması arzu olunandır. Çünki bu həm ölkə daxilində ədaləti və nizamı təmin edir, həm də beynəlxalq aləmdə nüfuzu artırır. Hüquq mədəniyyətini artırmaq üçün ediləcək işlər çoxdur, amma əsas açar söz maarifləndirmə və şuurlu məsuliyyətdir. Vətəndaşların hüquq sahəsində agah olması və hüquqlarını, həm də öhdəliklərini dərindən dərk etməsidir. Belə olanda cəmiyyətin hər bir üzvü qanunlara inanaraq əməl edir. Təkcə yəni cəza qorxusundan deyil. Bu səviyyəyə çatmaq isə belə deyək, birgə səylər tələb edir. Ümid edilir ki, zaman keçdikcə və görülən yəni tədbirlər sayəsində həm Azərbaycanda, həm də dünyada hüquq düşüncəsi və hüquq mədəniyyəti daha da yüksələcəkdir. Nəticədə daha ədalətli və belə deyək, təhlükəsiz cəmiyyətlər yaranacaqdır. Hüquq düşüncəsi və hüquq mədəniyyəti mövzusu ilə əlaqədar deyiləcəklər bu qədərdir. Ümid edirəm ki, faydalı olacaqdır. Dinlədiyinizə görə minnətdaram. Sağ olun.